Uşaqlar neçə gündür məndən nugget istəyiblər. Döşəti yox idi deyə, toyuğun döşəti. Dünən aldıq, ona görə deyirəm bu günlərim onlara eləyim bu nuggetdən. Yesinlər. Bugün məktəbə gedəcəm deyə. Nədir Sara? Hər şeyi hazır eləyim, qoyum. Əti yuyum, doğrayım, yuyum, qoyum. Sonra suxarini, yumurtanı hazır qoyum ki məktəbdən gələn kimi də tez qızardım. Onsa bu tez pişir. Qızardım, yesinlər. Gedirsən? Hara getsən? Gəl. Hoppa. Bunun da yanına belə səhər düyü eləmişdik. Yenə düyü biz səhərlər belə pörtədib yeyirik. Belə adi düyüdür. Duzlu suda. Gəl, gəl verim. Al. Duzlu suda adi düyünü pörtlədirik. Səhərlər elə uşaqlar xoşdurlar, yeyirlər. Artıq elədim ki, elə bunun da yanında yeyərlər. Elə. Bir də gün ortaya başqa şey eləməyim. Elə ancaq bunu qızardım. Çünki məktəbə getməliyəm. Vaxtım olmayacaq çox şey eləməyə. Bir də bugün istəyirəm şirniyyat eləyim. Məktəbə uşaqlar aparsınlar sabahlarım. Baxım görüm nə eləyirəm. İnternetdə baxım. Mən həmişə internetdə baxıram. Seçirəm, qəşəng bir şeylər eləyirəm. Ki, yaxşı alınsa ondan bir də eləyirəm. Görsəm ki, yox, yaxşı deyil, bir də eləmirəm. İndi bunu yuyum, hazır qoyum. Evdə belə biraz çipsi qalıbdı. Bilirəm ziyanlı bir şeydir. Bunu uşaqlara biz vermirik də. Uşaqlar yemirlər. Belə biraz qalıbdı. İçində çox da deyil. Həmişə internetdə görürəm belə toyuğun döşətini buna batırırlar, yumurtaya batırırlar, qızardırlar. Bu dəfə istəyirəm mən də eləyəm 1-2-3-ünü elə. Görüm nətər alınır. Elə evdə var ikən deyirəm eləyim, görüm yaxşıdırmı eləsi. Suxari də evdə qutarıbdı, yadımdan çıxıb ki qutarıbdı. İndi məktəbə gedəndə yol üstü mağazinə girim, suxaridən də alım. Bununla da eləyim, görüm hansı daha dadlı olar. Məncə bu daha dadlı olar, çünki çipsi dadlıdır da, onsuz da. Toyuqla da qarışdıranda lap yaxşı olar. İndi inşallah eləyərəm. Baxarıq görək hansı yaxşıdır. Gedim marketə, yol üstü, suxari evdə qutarıb, mənim də xəbərim yoxdur. Yadımdan çıxıbdı daha doğrusu. Gedim görüm suxari alım ki, evə gedən kimi o nuggetləri tez pişirim uşaqlara. Marketdən çıxdıq. Saraya da belə barnya aldım. Çünki marketdən çıxmaq istəmirdi. Dedim ki, əlinə verim, sakit dursun. Belə suxari aldım, balacasını götürdüm. Dedim görüm nətərdir bu. Çünki elə olub ki, almışıq, belə elə bir o yağ köhnələndə nətər iyi gəlir. Suxaridən elə iyi gəlib, eləcə də yəni işlətməmişəm də, yaxşı çıxmayıb. Ona görə belə indi bu dəfə balacasını aldım. Dedim görüm yaxşı çıxsa bir dənəsini də alarıq bundan yekəsini. Qızlara da barni götürdüm, çünki Saranın əlində görsələr, onlar da istəyəcəklər. Heç nə, gedək məktəbə qızları götürüm, tez qaçım evə, pişirim onlara nuggetləri. Məktəbdən gəldik, tez hazır eləyim bunu, nuggetsi. Uşaqlar yesinlər. Bu işləmdir. O birisi hanı? Buradadır. Yardım şey yok. Suxari bundan aldım. Məncə yaxşı çıxar. İnşallah ki, elə bilirəm, yaxşı olar. İşlədim gör. İyisi də pis deyil. Köhnə iyi gəlmir. Burada da yumurtadır.
Biraz duz vuraq hərəsinə, yumurtaya da, suxariyə də vurum ki, qatışdırım. Azdır məncə, biraz da vurum. Hazırdır. İndi ətləri birinci yumurtaya, sonra suxariyə batıraq. Qoyaq bura. Beləcə qızardıram. Bunlara o dediyim çipsi də eləmişəm. Görək nətər olacaqdır bunlar. Amma bunlar hamısı suxari iləndir. Yəni 2 bu qədər bişirmişdim. Uşaqlar gedib gəlir, beləcə götürüb yeyirlər. Deyib boşqablar da gətirdi, qoyur yumağa. Yeyirlər, elə belə daha xoşlayırlar yeməyi. Mən də bunları eləyim, görüm nətər olur. Çipslə olanlar görək nətər olur. Güllərimiz də artıq açıblar. Biraz da açsınlar, aşağıdakılar da. Belə olanda, belə biraz açanda, balaca olanda yığıram bunları, evdə qoyuram, vazada qəşəng. Həm gözəl iyi gəlir, həm də qəşəng görsənir. İndi hamısı açsınlar, belə yuxarıda da biraz açıblar, ora əlim çatmır. Belə aşağıdakılar, bunlar açanda, bunlar biraz da açsınlar, düşüb yığacam. Qoyacam vazada qəşəng. Burada da açıbdı. Bunda bir dənəsi açıbdı. Hələ ki bu aranjlı rəngdədir. Narıncı rəngdə. Bununki hələ ki bir dənə açıbdı. Bir də lap o üzdə roz rəng var. Bəlkə də görsənir. Bax o balaca roz rəng. O da açacaq. 3 rəng olur. Yığıram qəşəng rəngbərəng. Qəşəng görsənir. Evdə qoyuram. Həm iyləri gözəl olur. Həm də qəşəng görsənirlər. Biz bu Samuğa gedəndə balığa oradan həmişə bundan alırıq. Əgər bitibsə alırıq. Bu dəfə 2 balon aldıq ki, çünki bizdə bu çox yeyilir. Elə balıqla, kətənlə, belə mən düzünü deyim, elə belə də xoşlayıram bunu yeməyə. Zoğal turşusudur bu. Bunu eləyib belə satırlar. Orada yol üstü bir dənə market var. Orada satırlar bunu. Bu maşında gələndə belə dağılıb biraz. Amma yəni çox yaxşıdır. Ora kimsə getsə, elə gedənlər Gəncədən, Göygöldən ora çoxdur. Oranı paçti hamı tanıyır. Orada yol üstü market var. Orada var bundan. Kim istəsə ala bilər. Bu vallahi düzün deyim, bu dəfə bilmədim neçə aldılar, amma mən bilən 15 manat olmalıdır bir dənə belə balonu. Zoğal turşusudur. Bugün bulka eləmək istəyirəm. Uşaqlar məktəbə aparsınlar deyə. Bulkanı sevirlər. Həmişə alırıq mağazindən. Xoşlayırlar. Arası qozdu bulkanı. İndi istəyirəm bulka eləyim. Burada südü isitmişəm. 3 stəkan süddür. Südü isitdim. Sonra 2 dənə yumurta ver mən orada. 2 dənə yumurta töküm. Şəkər tökürəm. 1 stəkan şəkər. 2 dənə yumurta. Məndə yumurta balacadır. 2 dənə götürürəm. Amma belə bir dənə lazımdır. Yekə olsa bir dənə də olar. Uy. Vilkanla qarışdıracağım belə. Sonra duru yağdır. 2 xörək qaşığı duru yağ.
Droju da tökürük. İndi droju hara qoyum? Burdadır. Elə məndə droj nə qədər var, onu da tökəcəm. Çünki bura droj. Hardasa bir xörək qaşığı droj tökdüm. Vanil gətirim 2 dənə töküm. 2 dənə vanil töküm. Bir azca duz lazımdır. Səsim bir cimdik kimi. Belə qaşığın ucunda duz tökdüm. Все, indi gətirim unu da töküm. 6 stəkan yox, biraz çox. Hardasa 8-9 stəkan un getməlidir buna. Onsuz da mən həmişə gözə yara eləyirəm. Nə qədər tökürəm, xəmir alınanda artıq bəsdir. 2 stəkanla mən ölçmürəm heç vaxt. Və xəmiri yoğurandan sonra belə üstünə yağ əritdim. Kərə yağını əritdim, tökürəm. 100 qram kərə yağıdır burada. Bunu xəmirə tamam belə xəmir elə bir ki, onu bütün öz canına çəkməlidir. Elə xəmiri yoğuracam. Bu resepti internetdə gördüm. Bu günlərim elə axtarırdım bulka resepti. Bu mənə nəsə maraqlı gəldi. Ona görə dedim qoyun. Bunu eləyim, görüm heç belə eləməmişəm heç vaxt. İnşallah ki, yaxşı çıxar. Birinci yağı tökəndə adama elə gəlir ki, yağ çoxdur, bura xəmir tamam özünə çəkməyəcək. Amma belə yoğurduqca görürsən ki, artıq xəmir özünə götürdü bütün yağı. Xəmir qəşəng alındı, xoşum gəldi belə. Yumuşaq, ələ yapışmayan xəmirdir. İnşallah ki, acıyar, qalxar. Mən də bişirərəm bunu. Belə bir xəmir alındı, qəşəng, yumuşaq, ələ də yapışmır, belə qəşəng də yumuşaqdır. İndi bunu qoyum, acısın, xəmir, belə qoyum acısın. İndi bilmirəm nə qədər acıyacaq, birinci dəfə də eləyirəm bu xəmirdən. Ona görə gözləyək. Mən həmişə peçin üstünə qoyuram, belə. Böyle torbaya salıram ki, qalxanda xəmir bu əskiyəcək, bulamasın onu. Belə bükək. Buradan da altdan isti vuracaq onu. Onda daha tez acıyır.
Xəmirə baxaq görək nətəridir. Mən bir dənə qorxurdum ki, yağla elədim deyə üstündən dedim bir dənə ona görə acımaz, amma şükür acıdı. Yaxşı da oldu. Yağlı xəmirdir deyə heç belə plonkaya da yapışmayıb. Aparım bunu artıq hazırlayım. Yandır oradan. Qəşəng xəmir alındı. Belə ki, buradan belə şariklər çıxır. Onda deməli yaxşıdır. İndi hazırlayın, bulkaları da qoyun, biraz da listə qalsınlar. Orada da biraz acıyacaqlar, lap yaxşı olacaqdır. Hələ birinci bir bulka forması var, ondan eləmək istəyirəm. Belə yumru kündə eləyək, onu açaq. Heç un ehtiyac yoxdur buna, çünki xəmir yağlıdır, elə də yapışmır. Belə qoz qalmışdı keçən dəfədən şirniyyatdan. Ondan eləyəcəm. Belə bir forma alınır, qəşəng. Belə mağazində belə bulkalar var. Heç oxlaya ehtiyac olmadı. Elə əllə də belə pis açılmır. Rahat olur. Pişəndə lap qəşəng olur bu. Belə formalarda elədim. Hörükdür bunun adı. Hamı bilir yəqin ki bu formanı. Belə elədim. Uşaqlar dedilər ki, mama belə də elə. Onlar çox xoşdurlar. Həmişə onlar da istəyirdilər. Biz bulkanı eləyəndə həmişə gəlirlər, onlara da verirdilər. İndi dərsləri var idi, dedim, yox, siz dərsinizi eləyin. Mən özüm hazır eləyəcəm hamısını. Elə çox da eləməmişdim xəmiri, elə 3 list alındı. Birini belə hörük elədim. Bir də belə o uzun eləyib onu bururam, belə alınır. İndi bu hörükdən sonra onu eləyəcəm və o göstərdiyim ürək formasından elədim. Ürək formasında mən neçə il bundan qabaq internetdə görmüşdüm, xoşum gəlmişdi, ondan eləyirdim. Marketdən də alırıq o bulkadan, uşaqlar çox sevirlər. Elə bu dəfə aldıq. Dedim, qoy mən də eləyim, neçə vaxtda eləmirəm. Sara balaca idi deyə mən çox belə şirniyyatlar eləyə bilmirdim. Çünki uşaqla alınmırdı. Elə ancaq ki, neçə saata qutarırdım işimi. Artıq Sara demək olar başı qarışır, biraz iqruşkalarla oynayır, ya nəsə multika baxır. Ona görə işimi rahat görə bilirəm. Ona görə dedim, eləyim bu bulkadan. Çünki biraz vaxt aparır əslində bu bulka, o xəmiri yoğurmağı var, acımağı var, sonra belə formalar düzəltməyi var. Biraz vaxt aparır. Başqa şirniyyat elə eləyirəm, qoyuram listə, keks olanda, ya nəsə bir yumru eləyib qoyuram, o hasanda olur. Bu bulkalar biraz çətin deyəndə çətin deyil, sadəcə vaxt çox aparır, ona görə neçə vaxt idi eləmirdim. Bu da bu listi, bu hörüklərdir. Bişəndə də çəkəcəm, çox gözəl alındılar. O tərəfi hələ qalıb. Bizdə duxovkada bilmirəm, hamıda elədi yoxsa yox.
o tərəf daha yaxşı, dal tərəf bişirir. Ona görə bu qızarmayanları qoydum ora, biraz da qızarsınlar. Götürüm. Bunlar da qoydum hələ ki burada gözləyirlər. Onlar bişsinlər, çıxsınlar, bu birisiləri də qoyum. Hazırdır bunlar. Bunu götürüm. Bunu qoyar. Bu formalar belə alındılar. Bunlar da qəşəng alındılar. Sadəcə mən üstünə yumurta vurmadım. Düzün deyim, yadımdan çıxdı. Yumurta vurmadım. Amma belə yumurta vursam daha qəşəng, gözəl görsənər, parıltılı olar üstü. Amma belə də çox qəşəng oldu. Dadı da çox əladır. Bu bulka xəmirini mən birinci dəfə eləyirdim. Yəni çox bəyəndim, çox. Altda da inşallah yazısını qoyaram. Kim istəsə bu reseptlə eləyər. Bunlar da artıq hazırdılar. Bunlar da bişdilər. Sadəcə mən üstünə yumurta vurmadım. Yumurta vursam daha qəşəng görsənərdi. Amma yumurta vurmadım. Amma pis alınmayıb. Dadı da qəşəngdir. Birinci pişəni artıq uşaqlar demək olar ki, qutardılar. Xoşları gəldi, yeyirlər. Bunu da aparım. O birisini gətirim, qoyum.